Bizim el dilimizdə məşhur bir söz var. Xeyir və şər. Adətən xeyir və şər nəyə deyirik biz? Xeyir-şər məclislərimiz. Xeyir toylarımıza deyirik, şər yaslarımıza deyirik. Bunlar uzun zaman təbliğlərin nəticəsində yerləri dəyişmiş məsələlərdir. Yaxşını pis kimi, pisi yaxşı kimi təqdim eləmə məsələsidir. O şər məclisi, adın qoyduğumuz məclisdə nə olur? Quran tilavət olunur, ölüyə rəhmət dilənir. İndi əgər bir ruhani varsa o məclisdə moizə eləyir, insanları haqqa dəvət eləyir. Ehsan olunur. Hamısı dinimizin göstərişləridir. Bəli. O məclisin adını qoymuşuq şər məclisi. Orada şərdən əlamət yoxdur. Amma çox təəssüflər olsun ki, bu günləri toylarımızda ki, şərin hamısını cəm eləmişik. Musiqi orada, naməhrəm orada, içki orada, qumar orada, hər nə fəsad düşün bugün orada. Ona deyirik xeyir. Nə qədər məntiqlidir bu söz? Toy xeyir bir məsələdir. Toyu dinimiz təşviq edir, amma xeyir olsun da toyda. Da şər olmasın. Da məsələn orada içib bir-birinə söz deməsinlər, dava düşməsin, bıçaqlamasınlar, qan düşməsin.